Nə deyim Ya indi Allah, başla. sən de mən deyim. Nə deyim? Ürəkdən gələni de də, xalqa, millətə müraciət elə. Mən bacı qardaşlarımdan sadəcə müalicəm üçün, dərmanlarım üçün, yəni dəstək istəyirəm, kömək istəyirəm. Yəni mənim müalicəm yaxşı getsə, yəni müalicəm gedəsi olsa, yəni mən yəqin ki düzələrəm, sağalaram inşallah. Yəni köməyə ehtiyacım var. Bacı qardaşlarımın dəstəyinə ehtiyacım var. İnşallah da yəni səsimə səs verərlər, dəstək olarlar. Allahın izni ilə. Biz xəstəliyi deyiləm də, başqa deyiləm. Xəstəliyim beyində şişdi də. Beyində şişdi. Yəni müalicə ilə onu ancaq elə balacalaşdırıb elə məsələn qurutmaq olar. Belə deyirlər. MRT-yə girmişəm, 2 dəfə MRT-yə girmişəm, disklər evdə, hamısı evdə, yəni eyni sözdür. Ancaq müalicə ilə yəni düzələ bilərəm, sağala bilərəm. Budur da. Kartı da əzbər deyil, bilirsən də kartı, əzbər bilirsən deyə zəhmət olmaz. 52 39 15 17 42 51 60 76. Adım da Ağayeva Sərəngül. İnşallah köməkli edər Allahın köməkli. İnşallah, inşallah. Bəlkə ola bilsin kimsə sənin yanına gəlmək istəsə, qəbul eləyərsən də. Mobil nömrə istəyirsən, mobil nömrən nədir? Onlar da kimsə köməkli göstərmək istər, gələr yanına. 50 050 351 300 51 70 60. Amin, amin. Allah bütün xəstələrin köməyi olsun, məni də içlərinlə. Allah təala heç kimə xəstəlik verməsin. Allah çox ağır bir şeydir. Nə bilim, dəhşət ağırdır. Toydan qalırsan, məclisdən qalırsan, dost tanışdan qalırsan, məsələn, hər bir yerdən qalırsan deyirsən.